Salam, hər vaxtınız xeyir. Həqiqi ədədlərdən növbəti testə baxırıq. Həqiqi ədədlər. Deməli, növbəti testimizə baxaq. Birinci sualımızdan bizə deyir ki, kök altında 11'in kvadratı üstə gəlinsin kök mənfi 7'nin kvadratı çıxılsın kök 6'nın çöl kvadratı çıxılsın kök altında mənfi 6'nın kvadratı. Burada kvadratla kök getdi, 11 çıxdı. Burada səhv eləyə biləcəyiniz moment yalnız bu ikincidir. Kvadratla kökü aparıb, yəni çaşıb mənfi 7'ni çıxartmaq olmaz. Kvadrat üstü cüt dərəcə olduğuna görə birinci mənfi yoxa çıxır. Olur, eləcə 7'nin kvadratı, kvadratla kök gedir, müsbət 7 qalır. Burada kvadratla kök getdi, çıx 6. Burada da mənfi 6'nın yenə həmçinin kvadratı müsbət 36 eləyir. 36'dan da nə çıxır? 6 çıxır. Cavabımız da oldu 11, 18, 18'dən də 12'ni çıxanda 6. B variantı. İkinci sualımıza baxaq. 3 çıxılsın mənfi 2, üstə gəlinsin 5, vurulsun mənfi 3, vur mənfi 1. Gəlin baxaq hesablamamıza. Deməli, mötərizənin qabağında 2 mənfi olanda toqquşdu, oldu 3 üstə gəl. 2 mötərizənin qabağında mənfi varsa açanda içərinin işarəsi dəyişdi. Üstə gəl. Birinci vurmanı həll eləyək. 3'ü mənfiyə vuranda müsbət 3, müsbət 3'ü də 5'ə vuranda müsbət 15. Cavabımızda 20 olar. Üçüncü sualımıza baxaq. Görək nə deyir? Ədədlərin tam hissələrinin cəmini tap. Yaxşı sualdır. Mənfi 3 tam 7'nin mənfi ədədlərin tam hissəsi özündən bir vahid əski olur. Mənfi 4 oldu. 2, burada eləcə 2 ədəd verir. 2 tam 3 deyil. Ya bilməm çapda gedib, nöqtəli vergül olduğuna görə 2 fikirləşək. 2'nin tam hissəsi elə 2 deməkdir. 2. 3'ün də tam hissəsi həmçinin 3 deməkdir. Böyük ehtimal bu burada vergül olmalıydı. 2 tam 3 olardı, onda 3 yəqin ki. Amma yenə də belə yazaq, alınmasa baxarıq. 5 tam onda 4'ün də tam hissəsi nə olar? 5 olar. Bərabərdir. Bu hissə 10 elədi. 10'dan 4'ü çıxanda 6. 6 da cavabımızda var. C variantı. Dördüncü suala gələk baxaq. Çox yaxşı sualda, diqqətli olun. 2002 çıxılsın, 4 vurulsun, 5 üstü 2000, bölünsün, 5 üstü 2001. Yüksək dərəcəli ədədləri toplayıb çıxanda demişəm ki, mütləq mötərizə xaricinə çıxartmaq. 5 üstü 2000'i çıxartdıq. Təbii ki, az olanı çıxardırıq. Qaldı 5 üstü 2. Çünki vurulanda toplanıb 2002 edir. Çıx 4. Aşağıda da 5 üstü 2001. Burada ixtisar getdi, aşağıda yalnız bir dənə 5 qaldı. Bu 2000 dənə 5 idi, bu da 2001 dənə. Burada 5'in kvadratı 25'dən 4 çıxanda 21 böl 5. Cavabımız da oldu 4 tam onda 2. Və yaxud da elə C variantı verib. Vergüllü kəsirə çevirməyib. 5-ci sualımıza gələk baxaq. Diqqət tələb edən suallardan biri də A kiçikdir 0, B kiçikdir 0 olduqda kök 4-cü dərəcədən A üstü 4, üstə G kök 5-ci dərəcədən B üstü 5, üstə G kök 7-ci dərəcədən A üstü 7, üstə gəlinsin kök 6-cı dərəcədən A üstü 6. Bizim qaydamız var, cüt dərəcədən modulla çıxar, tək dərəcədən isə olduğu kimi. Yenə tək dərəcədən olduğu kimi çıxar. Cüt dərəcədən isə modulla çıxar A. Deməli, üstə gəlinsin modulda A. İndi A sıfırdan kiçikdirsə modulun qaydası belədir ki, mənfidən ilə mənfi çıxır. Bu oldu mənfi A. Üstə gəl B. Üstə gəlinsin A. Çıxılsın, yenə moduldan çıxanda A. A ilə A-nın biri getdi. Bizdə oldu mənfi A üstə gəl B və yaxud da B çıxılsın A. Yerlərini dəyişik yazsaq B çıxılsın A. Cavabımız C variantı olar. 6-cı suala gələk baxaq. Bizə deyir ki, ədədləri müqayisə elə. X bizdə 6-da 13'dür. Y
8-də 15-dir. Z isə 1,9-da 3-dür. Düzgün olmayana çevirəndə neçə olar? Deməli, ya bunu vergülləyə çevirməyi fikirləşirəm. Elə bunu gəlin vergüllü qalsın. 1 tam dövrdə 3 qalsın. Gəlin bunları vergülləyə çevirək. 13-ü 6-ya böləndə bizə eləyir 2 tam. Baxın, 13 böl 6. 2 dəfə 13, 12, 1 düşdü. Onun içində bir dəfə 6, 40-ın içində 6. 2 tam 1 dövrdə 6 deməkdir. 6-da 13 nə deməkdir? 2 tam 10-da 1 dövrdə 6. Bunu tapdıq x. X-imizin cavabı budur, bax. Bu z də özü vergüllü kəsirdir. İndi bunu çevirək. 15-i gəlin bölək. Deməli, 15-i bölürəm 8-ə. Bir dəfə 8, 8, 7. 7-nin içində 8 neçə dəfə olar? 70-in içində 8 dəfə. 1 tam 8 təqribi düşür də, belə deyək. Bərabər oldu y-də 1 tam 8-ə. İndi gəl müqayisə eləyək. Tamları, deməli, 2-nin tamı daha böyükdür. X hamısından böyükdür bizdə. Qaldı 1 tam 3, 1 də 8. 1 tam 8 olan təbii ki daha böyükdür. Çünki vergüldən ikinci rəqəmi 8-də ancaq burada üstür. Deməli, ən kiçiyi bizdə oldu z. Sonra y, ən böyüyümüz isə tam ən böyüyü olduğuna görə x. Z, y, x. Z, y, x. Cavabımız B variantı olar. Ən böyük x-dır, sonra y, sonra da z. 6-cı sualımızın cavabı B variantı oldu. 7-ci sualımıza baxaq. Ədədlərinin həndəsi ortasını tapın. 7-ci sual. Həndəsi ortanın qaydası o idi ki, ədədlərin sayı qədərdən kök alırıq. Bizdə burada 2 dənə ədəddir. Kökün altında da həmin ədədlərin hasilini yazmalıyıq. Kök 11 üstə gəl 3. Vəssalam, bərabərdir kök altında. Müxtəsər düstur olduğuna görə kök 11-in kvadratı çıx 3-ün kvadratı deməkdir. Bu da 11 çıx 9. O da bərabər olur kök altında 2-yə. Cavabımız C variantı. 8-ci sualımıza baxaq. Ən kiçik ədədi göstərin. Birincinin cavabı oldu 10-da 4. Yox, 100-də 4. İkincinin B bəndinin cavabı 1,44-dən 100-də 144. 1,2 çıxır. 10-da 12. Sonra C bəndi eləcə 8-də 5-dir. D bəndi 1-i 10-da 4-ə böləndə tərsinə çönür, 4-də 10-dur. Bundan da təqribi 1,10-da 4 çıxır D bəndindən də. Bizdən ən kiçiyini soruşur. Ən kiçiyi olar. Bax, bu 2 tamdır. Bu 1 tam nə qədərdir? Bu 1 tam nə qədərdir? Yerdə yalnız bizdə 2-cə dənəsi qaldı. Biri budur, biri bu. Çünki ikisi də 0 tam deməkdir. Bunu vergülləyə çevirəndə bu olur 0 tam 100-də 4. Bunu çevirsək neçə olar? Gəlin 5-i 8-ə bölək. Yoxdur, 0 atdıq, tam ayırdıq. Deməli, neçə dəfə düşər? 50-nin içində 8, 5 dəfə, 6 dəfə. 6 dəfə 8, 48. Görürsünüz, vergüldən sonra ikinci rəqəmi 6-da, amma vergüldən sonra burada ikinci rəqəm 0-dır. Ona görə ən kiçiyi elə 100-də 4 A variantı olar. 8-ci sualın cavabı A variantı oldu. 9-cu sualda deməli, bizə deyir ki, A bölünsün 0,3 bərabərdir B bölünsün 0,4 bərabərdir C bölünsün 0,5. Deyir, bunlar bir-birinə bərabərdir. A, B, C mənfi tam ədədlərdir. Əslində biz belə götürürdük də. Bura 0,3 idisə, buranı da 0,3 götürürdük. Mənfi olanda mənfi 0,3. Niyə elə götürürdük? Çünki ixtisar gedəndə cavab 1 olsun. Burada da 0,4 götürürdük. Burada da 1 olsun, burada da 1 olsun ki, ortada bərabər olsun. İndi bizdə deyir tam ədədlərdir. Məsələn, buranı adi 3 də götürə bilərəm. Də özdə mənfi. Bax, mənfi 3 bölünsün 0,3. Mənfi 4 bölünsün 0,4. Mənfi 5 bölünsün 0,5. Belə də götürə bilərik də biz bunu. Çünki böləndə hamısında neçə düşəcək? Burada da mənfi 10 eləyir, burada da mənfi 10 eləyir, burada da mənfi 10 eləyir. İndi bizə deyir, bunları müqayisə elə. Ən kiçiyi C-dir, çünki mənfi ədədlər tərsinədir. Sonra B-dir, ən böyüyü də nə olar? A. C, B, A.
Cavabımız A variantı olar. Əks istiqamətdə düzülüb, amma eyni şeydə A variantı. 10-cu suala baxaq. İrrasional ədədi tapın. Yəni kök çıxmayan ədəd. Məsələn, irrasional ədəd elə A bəndidir. Çünki 2-dən heç birinə kök çıxmır. 2-dən də 2 çıxılsın kök 2. Bu kök 2-nin cavabı irrasional ədəddir. Rasionaldan da irrasional çıxanda təbii ki, rasional olar. Amma digər variantlara baxsaq, hamısı kökün altından azad ola bilir. Cavabımız olar 10-cu sualda A variantı. 11-ci sualımıza baxaq. 11-də görək nə deyir? Moduldan çıxartmadır. Bilirik ki, modulda mənfi də olsa, müsbət də olsa müsbət çıxır. Birbaşa ilə yazdım. Mənfi 2,6-dan 2,6 çıxdı. Mənfi 13-dən 13 çıxdı. Kökdən vurulsun 1,9-dan da müsbət elə 1,9 çıxdı. 1,9-dan 3,8 bir dəfə, 2 dəfə deməkdir. Deməli, 26 ilə 13 ixtisar eləyək. Gəl 10-a vuraq. Yuxarını 10-a vursaq 2 vur 26 olacaq. 10-a vuraq. Aşağında 10-a vuranda 130 olar. 13-ə ixtisar eləyəndə 10, 13-ə ixtisar eləyəndə 2. Cavabımız oldu 10-da, yuxarıda 4. 0, 10-da 4. A bəndi. 12-ci sualda deyir ki, mənfi 5,2 kiçikdir, bərabərdir, qız kiçikdir 3. Şərtini ödəyən tam ədədlərin cəmini tap. Həmişə buranın tamı ilə fikirləşirik. Görək uyğundur yoxsa yox. Mənfi 5-i fikirləşirəm. Mənfi 5, mənfi 5,2-dən böyükdür? Bəli, böyükdür. Onu da götürürəm. Çünki mən bundan böyük bu hissədən kiçikləri götürməliyəm. Mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2. Üçün özündə götürə bilmərəm. Çünki altının xətti yoxdur. Cəmini tapın. Burada müsbət 2-dən mənfi 2-yə kimi hamısı 0-a gedir. Çünki əks ədədlərin cəmi 0 eləyir. Təkcə bizə qaldı bu. Bunun da cavabı olar mənfi 12. Cavabımız da yenə A variantı oldu. 13-cü sualımıza baxaq. A-nın kvadratı B-nin kubu kiçikdir 0-dan. B vur C böyükdür 0-dan. C üstü 6 vurulsun A üstü 5 kiçikdir 0-dan. Olarsa ABC-nin işarəsini tap. Gəlin baxaq. Buradan elə rahat görürəm ki, bizdə A mənfidir. Niyə? Çünki C mənfi də olsa, müsbət də olsa, dərəcəsi cütdürsə, müsbətə çönür. Müsbət ədəddə mənfiyə vuranda 0-dan kiçik olur. Deməli, bizdə A mənfi oldu. A-ya tapdıq mənfi. İndi B ilə C-yə baxırıq. A mənfidirsə, mənfinin kvadratı müsbət. Müsbəti nəyə vuranda 0-dan kiçik olacaq? Mənfiyə. Birinciyə şərtə əsasən B-nin də mənfi olduğunu tapdıq. Gələk ikinci ortadakı şərtə baxaq. B mənfidirsə, mənfini nəyə vuranda 0-dan böyük olur? Mənfiyə. Deməli, C də mənfidir ki, mənfini mənfiyə vuranda 0-dan böyük olur. Cavabımız Y variantı olar. Diqqətli olmaq lazımdır bu tip suallarda. Gəldik 14-cü suala baxaq. Hesablayın. 14-dən. Mənfi 6 vurulsun mötərizədə mənfi 15 çıxılsın, 5 çıxılsın, 9 bölünsün, mənfi 20, üstəgəl 11. Çox sadə primitiv sual. Mənfi 6 vurulsun. İşarələr eynicə toplanılıb qarşısına öz işarəsi qoyulur. Çıx 9 bölünsün. İşarələr fərqlidirsə çıxılıb böyüyün işarəsi qoyulur. Mənfi 9 olar. Burada mənfi 6-nı mənfi 20-yə vuranda müsbət 120 eləyər. Mənfi 9-u mənfi 9-a böləndə müsbət 1 eləyər 121. Cavabımız nə oldu? 121. Amma çox maraqlıdır. 121 yoxdur. Niyə? Mənfi 20 məncə bizlik deyil. Bir də diqqətlə baxın. Deməli, mənfi 6 görə düz köçürmüşük. Mənfi 5 çıx. Bu mənfi 20 eləyir. 20-ni 6-ya vuranda 120 eləyir. Müsbət 120. Çıxılsın 9. 20-nin mənfi 20-nin də üstünə 11 gələndə işarələr fərqlidir çıxılır. Burada da mənfi 9. Müsbət 1, 121 deyir. Mexaniki səhv gedib. Burada. Mexaniki səhv gedib. Ona görə də cavab yoxdur. Amma cavabımız bizim 121-dir. 15-ci suala gələk baxaq. Modulda kök 5 çıxılsın 3. Üstəgəl modulda kök 5 çıx 2. Qaydamız var ki, əgər kök 5 3-dən kiçikdirsə, moduldan mənfi çıxa bilmədiyi üçün yerini dəyişməliyik. Bizdə də baxırıq ki, kiçikdir. Çünki 3 kökün altında olsa 9 olardı. Ona görə bu hissə yerini dəyişdi, üstəgəl. Digər hissə isə digər modulun içi yerini dəyişmir. Çünki 5 2-dən böyükdür, olduğu kimi qaldı.
Kök 5'lər ixtisar islah getdi. 3-dən 2'sini çıxanda nə qalar? 1B variantı. 16-cı sualımıza baxaq. 3'də 2'nin tərsi olan ədədi tap. 3'də 2'nin tərsi təbii ki, tərsinə çöndəririk. 2'də 3 A variantı. 17-ci sualda görək nədir? 17-də. B çıxılsın A 12'dir. A vurulsun B 4'dür. Bizə deyir ki, fərqini tapın. 1 böl A çıx 1 böl B-ni. 1 böl A çıx 1 böl B-ni. Həmişə kəsir verəndə birinci kəsiri sadələşdirmək lazımdır. Kəsirləri toplayıb çıxanda məxrəci eyniləşdiririk. A hissəsini B-yə vurmalıyıq. B hissəsini də nəyə vurarıq? A-ya vurarıq. Məxrəcləri eyni olan kəsirdə məxrəc qalır, sürətlər çıxılır. İndi hər ikisinin də cavabı var. Gələk baxaq burada. Deməli, B çıxanın cavabı 12'dir. A vur B'nin cavabı 4. Cavabımız neçə eləyər? 3 eləyər. 3. Yerləşmədi o hissədən 3. Bu da oldu A variantı. 18-ci sualda kök 3'ün kvadratı çıx. Kök altında -3'ün kvadratı çıxılsın. -2 vur, -3. Gələk baxaq. Burada kvadratla kök getdi, nə qaldı? 3 çıx. Birinci bir də deyirəm, cüt dərəcədirsə mənfini yox eləyir. Bura olur -9, -9'dan da təzədən 3 çıxır. Çıxılsın. Mənfini mənfiyə vuranda, bu ikisini vuranda -6 eləyər. Bax, -2'ni -3'ə vuranda -6. Qabağında da bir dənə mənfi var, oldu -6. Bərabərdir. 3'dən 3 çıxanda 0. Bunlar islah getdi. Cavabımız oldu -6 A variantı. 19-cu sualımızda 6 ədədin ədədi ortası 10'dur. Bu 10'dur. Bu ədədlərin cəmini tap. 6 ədədin ədədi ortasını tapanda 6 ədədimiz məsələn bunlarda D, Y, F, 2, 3, 4, 5, bir dənə də G olsun. 6 ədədin ədədi ortasını tapanda bunları toplayıb neçəyə bölmək lazımdır? 6'ya, bərabərdir ona. Bunların elə bu cəmi soruşur. A üstəgə B üstəgə D üstəgə Y üstəgə F üstəgə G bərabərdir. Bölmə digər tərəfə vurma ilə keçdiyinə görə 60. Deməli, bu 66 ədədin cəmi nəyə bərabər imiş? 60'a B variantı. 20-ci sualımıza gələk, baxaq. Sonuncu sualımız. Deməli, modulda 9 çıxılsın 3, məxrəcdə -9 çıx -3. Gələk baxaq. Yuxarıda 9'dan 3 çıxanda modulda 6, modul 6'dan da elə 6 çıxar. Modul 9'dan normal 9 çıxır, çıx. Modul -3'dən də 3 çıxır. Bu da eləyir. Məxrəc də 6, sürət də 6. Sürət və məxrəc eynidirsə cavabımız 1D variantı olar. Bugünlük bu qədər.